Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, Bərdə rayonunun Alaçadırlıq kəndidə, hələ Alaçadırlıq kəndindəyik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhid övladlarıdır. Allah məkanın cənnət eləsin. Amin. Şəhid qardaşımız könüllü Qarabağ uğrunda 2-ci Qarabağ müharibəsində könüllü gedib şəhid olubdur. Və bu günlərim onun ailəsi çox asınacaqlı bir şəraitdə yaşayır. Xahiş edirəm hər kəsdən bax bu körpə balalarımıza köməklik lazımdır. Ağlamayın siz. Ağlayası diyorsunuz qaqa. Ağlamayın qadana. 2 uşaqdır, balaca uşağım xəstədir. Yəni Bakı aparmalıca götürürəm. Yəni bir yaxın adam var, o dedi ki, Xaqan mənim çox yaxşı bir insandır. Şəhid ailələrinə, qazi ailələrinə çox köməklik edir. Yəni qeyrətli bacılarımızdan, qeyrətli qardaşlarımızdan o 2 dənə şəhidin balasına köməklik olunsun. Artıq dərəcədə xahiş edirəm ki, yəni şəhidin o 2 balasına köməklik, dəstək olasınız. İnşallah gözəl izləyicilərimiz, bacımız hər kəsdən xahiş edirəm mən də bacımıza kömək eləyəyin. Yəni bacımız cavan ailə olduğu üçün heç mən razı olmadım ki, çəkilişə düşsün. Yəni şəhid qardaşımızın 2 dənə övladı bizlərə əmanətdir. Xahiş edirəm hər bir kəsdən kömək eləyəyin. Bacımızın övladının biri xəstədir, özü də yeni əməliyyatdan çıxıbdır. Mən hər bir kəsdən xahiş edirəm. Bu videomuza baxan Azərbaycanımın mərd insanlarına buradan üst tuturam. Kömək eləyəyin. Kömək eləyəyin bacımız övladının müalicəsini eləsin və ərzaqa ehtiyacı var. Yəni gəldim bu evi gördüm. Ərzaqa ehtiyacı var. Axşam mən əminəm ki, videomuza baxan qardaşlarımız, bacılarımız şəhid balaları üçün kömək eləyin. Axşam bir dənə qəşəng bazarlıq eləyək, gətirək bu balalara. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Allah xalqımızı qorusun, Allah birliyimizi qorusun. Sizdən də artıq dərəcədə xahiş edirəm. Bəyək məni də körətdiniz, ağladınız. Ağlamayın. Başınızı siz dik tutun. Siz başınızı dik tutun. Sizin yanınızda Azərbaycanın mərd insanları var. Xeyirxah qardaşların var sənin. Yenə deyirəm, qeyrətli qardaşlarımızdan xahiş edirəm. Mən də sizdən bir qardaş kimi xahiş edirəm. Sizə qurban olum, ağlamayın. Ağlamayın. Başınızı dik tutun. Valla Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Biz ölüncə şəhidlərimizə borçluyuq. Allah Xaqan əmsində balanızı sıxlasın. Çox sağ olun, çox sağ olun.